Turşuların ümumi formulu necə idi? CnH2n plus 1 COH. Bunların ümumi formulu uşaqlar CnH2n minus 1 COH. CnH2n minus 1 COH. CnH2n minus 1 COH. Bunların radikalında bir dənə pisi var. Radikalda bir pi və karboksil qrupunda da bir dənə pi olduğuna görə ümumi bunlarda 2 dənə pi rabitəsi olur. Ümumi 2 pi rabitəsi var. Radikalında 1 pi. Bunların nümayəndələri uşaqlar hansılardır? Akril turşusudur. Akril turşusu, metakril turşusu, akril turşusu, metakril turşusu, bir də uşaqlar olein turşusu. Bir də olein turşusu. Bu 3 dənə turşunu biz öyrənirik. Bunlar hansı turşulara aiddir? Doymamış karbon turşularına. Hansı turşulara aiddir? Doymamış karbon turşularına. Və radikalında neçə dənə pi rabitəsi var? Bunların radikalında bir dənə deməli pi rabitəsi var. Bunların radikalında bir dənə pi rabitəsi var. Deməli, indi nə deyəcəm sizə? Burada gələk bunların formullarını bilək. Uşaqlar, akril turşusu bu şəkildə yazılır. Baxın, CH2, 2 qat CH, COH. Bu turşu akril turşusu. Metakril turşusu uşaqlar, baxın bu şəkildədir. CH2, elə bil ki, akril turşusu aşağıdan bir dənə CH3 burada əlavə olunur. Bu şəkildə. Birinci yazdığım turşu akrildir, ikinci yazdığım turşu metakrildir. Uşaqlar, bu akril, metakril adları, bunlar bunun turşuların tarixi adlarıdır. Amma bunları beynəlxalq nomenklaturaya görə adlandırsaq, siz mənə deyin görək, bu akril turşusunu beynəlxalq şəkildə adlandırsaq, adı necə olacaq, kim deyər? Akril turşusunun beynəlxalq şəkildə adı. Onun beynəlxalq şəkildə adı necə olacaq? Kim deyər? Akril turşusunun beynəlxalq şəkildə adı necə olacaq? Nömrəli, bu 3 dənə karbonu var, bir dənə də 2 qatı var. Buna propen turşusu demək olar, yoxsa demək olmaz? Baxın, propen turşusu. Deyə bilərik buna propen turşusu. Bunun adı uşaqlar propen turşusu. Bəs metakril turşusunu beynəlxalq formada adlandırsaq, Nurlan necə olacaq adı? Metakril turşusunu. Bacılar, bunu nömrələyərik buradan. 1, 2, 3. İkinci karbonda hansı radikal var uşaqlar? Metil radikalı. Deyirsiniz 2 metil propen turşusu. 2 metil propen turşusu.